Salam, hər vaxtınız xeyir. Mən Əli Tahirov. Kub mövzusundan bir neçə dəfə qəbula düşmüş sualın izahına baxırıq. Deyir ki, birinci şəkil kubun açılmış vəziyyətidir, yəni bundan söhbət gedir. Bu kubun üçünü, yəni 3 dənə bu kubdan var, eynisindən. İkinci şəkildəki kimi bu kubun üçünü ikinci şəkildəki kimi yan-yana qoysaq, alınmış fiqurun bir üzündə 5, 1, 4 nöqtələri görünərsə, istənilən digər üzdən nöqtələrin sayı ən çoxu neçə ola bilər? Burada istənilən digər üz deyəndə təbii ki, bu nəzərdə tutmur. Bu bir dənə tək nəzərdə tutmur. Demək istəyir ki, digər üçlü, yəni məsələn bu 3 dənə üzdə neçə yazıla bilər? Normalda təbii ki, buralar ağ rəngdə olmamalıdır, boş olmamalıdır. Sadəcə buranı boş qoyub ki, biz özümüz dolduraq. Yəni bu 3 dənə üzə hansı deməli nöqtələri qoymaq olar və onların cəmi ən çoxu neçə ola bilər? Bunun üçün biz nə etməliyik? Məsələn, başlayıram birinci kubdan, 5-in üstünə 5-in qonşusu olan istənilən üzü qoya bilərəm. Bir dənə 5-in qarşı üzünü qoya bilmərəm. 5-in qarşı üzünü necə tapırıq? Bir dənə ötürürəm, gəldim bura, oldu 5-in qarşı üzü. 5-in qarşı üzü 2-dir. Tapmışkən hamısını tapaq. 1-in qarşı üzü, bir dənə ötürürəm, gəlirəm bura 6. 1-in qarşı üzü 6-dır. Onda 3-ə də nə qaldı? 3 üçündə qarşı üz kimi 4 qaldı da. 3 ilə də 1 dənə ötürəndə gələndə 4 olur. 5 ilə 2, 1 ilə 6, 3 ilə də 4 bir-birinə qaldı. Bunu bildim. Yəni mən bilirəm ki, artıq məsələn deyir ki, nöqtələrin sayı ən çox neçə ola bilər? 1-in üstünə 6 qoya bilməyəcəm. Çünki 1 ilə 6 qarşı üzdür. Amma qonşu üzlərdən hansını istəsəm qoya bilərəm. İndi gəlin 5-dən başlayaq. 5-in üstünə mən 5-in qarşı üzü 2-dir. 2-dən başqa hər şey qoya bilərəm. Yəni ki, 6-nı qoya bilərəm. Ən çox dediyi üçün 6 qoydum. 1-in üstünə 6 qoya bilmirəm. 6-dan sonra ən böyük ədəd hansıdır? 5 var. 5 qoyuram. Burada nəyə diqqət etmək lazımdır? Əlavə olaraq 4-ə keçməmiş bunu deyim. 5-i hansı tərəfdən fırlatsan, hansı tərəfdən baxsam 5-ə, yenə eyni cür görünəcək. Ona görə 5-in üstünə istədiyimi qoya bilirəm. Amma birdən burada mənə nümunə olaraq 2 və ya 3 versəydilər və yaxud da 6 versəydilər buralarda, mən onun necə dayandığına baxacaqdım. Məsələn, 6-nı belə versə, deyərəm ki, üstünə 3 qoymaq olar, bir də 4 qoymaq olar. Amma 6-nı dikinə qoysaydı, məsələn, baxın belə, 6 hər tərəfdən eyni cür görünmür. 6-nı bu formada versəydi mənə, onda deyəcəkdim ki, bunun üstünə ya 2 qoyaram, ya da ki, bu tərəfdən gələndə, məsələn, 5 var, 5 qoyaram. Eyni şey, məsələn, 2 üçün də keçərlidir. 2 həm burada kim dayana bilər, onda üstündə 3 olar, altında 4 olar. Həm də ki, necə dayana bilər? Tərsinə, baxın, belə dayana bilər. Onda da gərək, deməli, sağ altdan sol üstə. Belə baxsam, altında 6 ola bilər və yaxud da 1 ola bilər. Ona görə bunları nəzərə alınmalıyıq. Burada amma 5, 1, 4 verdiyi üçün, bunlar da hər tərəfdən simmetrikdir, hər tərəfdən eyni cür görünür deyə, istədiyimiz bütün ədədləri qoya bilirik üstünə, qarşı üzdən başqa. Amma birdən 3 versə, 2 versə, 6 versə diqqət etməliyik. Qaldı deməli 4, 4-ün də üstünə mən rahatlıqla 6-nı qoya bilərəm, maksimum olsun deyə. 6, 5, 6, bunların cəmi edir 17, cavab olur E variantı. Sağ olun, hələlik.